Hər vaxtınız xeyir. Sizi 90 Plusun növbəti buraxışında salamlayırıq. Salam Rəşad. Salam Hafiz, necəsən? Nə var, nə yox? Yaxşıyam. Sağ olasın. Sən necəsən? Yaxşı, çünki bizim proqnozumuz düz gəlmədi. Hə, bizim bir proqnozumuz düz gəlmədi. Qarabağ utdu oyunu. Tək ki, bax, milli komandalarımız, doğma komandalarımız oynayanda biz rəqibi güclü olsa, biz rəqibin qələbəsini desək, tək ki bizim proqnozumuz düz gəlməsin. Düz gəlməsin, hə. Tək ki bizim komandalarımız qalib gəlsinlər. Sudur ki. Burada bir şey demək istəyirəm. İndi Qarabağın oyununa biz şərh verməmişdən qabaq demək istəyirəm. Bizə rəylərdə, kommentlərdə yazırdılar ki, bəs gərək öz komandanızı dəstəkləyərdiniz, gərək Qarabağın tərəfini tutardınız. Səhv nə oldu, nə bilim. Məsələ dəstəkdə deyil də. Yəni Qarabağ məsəl üçün bu indi mövsümdə Liverpulla qarşılaşacaq. Qarabağ Liverpulla qarşılaşsa, təbii ki, proqnoz olaraq, rəqibinə gücünə baxaraq biz yenə də mən şəxsən Liverpoolun qələbəsini düşünəcəm, proqnoz olaraq. Amma oyuna baxanda dəstək oyunun başlanğıcından sonuna qədər təbii ki, biz Azərbaycanlı olaraq Qarabağı dəstəkləyirik. Və bir də qeyd etmək istəyirəm ki, əgər Benfica üzərində qələbə bu qədər səs saldısa, demək ki, Benfica heç də asan rəqib deyildi, doğrudan da güclü rəqib idi. Və Benfica qalib gələcəyini proqnoz vermək adi bir haldır. Benfica asan rəqiblərdən deyildi. Yəni Benfica dünya çempionatında, klublararası dünya çempionatında Bavariyanı tutdu. Chelsea-lə başa-baş oyun oynadı. Yəni plus keçən sezon Barcelona ilə sona qədər dirəşdi. Yəni sol 4 tutdu da Barcelona. Yəni son dəqiqələrdə gəldi, qol vurdu. Yəni Benfica həmişə play-offda olan oynayan komandadır. Yəni Çempionlar Liqası komandası olmaqdan əlavə həm də play-offda oynayır bu komanda. Yəni zəif deyil, aydın məsələdir. Yəni bu komanda любой komandanı uda bilər. Yəni aydın məsələdir ki, indi Benfica'nın heyətinin qiyməti 335 milyondur. Qarabağın qiyməti, heyətin qiyməti 25 milyon idi təxmini. 25 milyon idi. Biraz artıq bilirdim mən. Ya 25 milyon, ya 28 milyon, nəsə belə bir şey. Yəni heyət baxımından, plus təcrübə baxımından, plus böyük oyunlar görür bu komanda. Yəni biz fikirləşdik, yəqin ki öz meydanında Benfica udar. Amma səhv oldu. Yəni futbolda belə şeylər olur. Yəni futbol elə belə nəticələrə görə sevilir də. Yəni sevinirəm. Şəxsən mən məsələn proqnozumuzun səhv çıxmağına görə sevinirəm. Qarabağa görə mən sevinirəm. Bizim proqnoz səhv çıxdı. Yəni, tək ki biz dediyimiz səhv çıxdı. Sən Qarabağın Benfica üzərində qələbəsini sən nə oxşadır? O Qurtlar Vadisində bir dənə epizod var ya, kazino epizodu. Bir sansı epizoddur. O da gəlirlər rəqəmlər olur, ruletka oynayırdı, nədir? Ora nəsə qoyurlar. Biri nəmin çıxardır, pul qoyur. Biri çıxardır, üzüyünü qoyur. Biri o qalstika taxıları qızıldan çıxardır, onu qoyur. Polat Ələmdar da gəlir orada çıxardır, təsveyini qoyur belə. Qarabağın da qələbəsi belə bir şeydir. Gəldi ki, biz heç deyimiz yoxdur, amma udacağıq da. Təsveyimiz var. Təsveyimiz var. Kişiliğimiz var ortada, bizim mərdliyimiz var ortada. Polat Ələmdar da gəlir, təsvey qoyur. O da vəziyyətli ki, bunlar dinlədilər. 2-0-dan gəldi, 3 tutdular. Hətta orada bir dənə moment var idi. 2-2 olanda ürəyimdə dedim ki... Bəhlu da qol vurmuşdu orada, offsayda düşdü. O qırılma momenti o idi. Birinci taymda bir moment var idi. Andrada vurdu da, ştangaya deydi, qayıtdı. Sonra kimsə gəldi, deyirsən, Zubir vurdu, qapıçı qaytardı. Hə, gözəl seyf almışdı. Sonra bir də vurdu, qapının yanından keçdi, dedim, Elvin Cəfərli Quliyev deyirsən. Dedim, bunu qaçırtdılarsa da bir şey çətin məsələdir. Əksinə, amma onlar belə sıxdıqca mən düşünürdüm ki, bax, bizim gözlədiyimiz necə idi? Məsələn, qrupdakı rəqiblərinə baxanda düşünürdük ki, Benfica deyil, məsəl üçün, Qarabağ çılğın oynayar Kopenhagena qarşı, orada bütün potensialını görərik. Belə zərbələr indirdikcə, sonra standartlardan istifadə elədikcə düşündüm ki, yox, belə fürsət düşməyinə. 2-2 oldu ya. Mən dedim ki, 2-2 yaxşı nəticədir, amma bir dənə də qol olsaydı 3-2 olardı, lap əl olardı da 3-2. Yəni doğrudan da, yəni bu qələbə, yəni Qarabağın vizit kartıdır da, yəni tarixi qələbədir. Yəni neçə illər də keçsə, biz deyəcəyik ki, misalında belə bir qələbəmiz var idi. Comeback-dir də, yəni özü də harda. Yəni 67 minlik stadion, yəni orada Çempionlar Liqasının finalı olub, yəni 2 dəfə deyəsən. Yəni belə bir stadionda özü də orada necə coşqulu belə dəstəkləyirlər komandasını da orada. Çox böyük bir şey. Plus da ki o birinci taymda oldu ya, o
başlayan kimi qol buraxdılar. O biraz şey, o, adaptasiya olmadı. yaxşı göstəricisidir Qarabağın ki. İlk dəqiqələrdən qol buraxdı. Daha sonra 16-cı dəqiqədə qol buraxdı. 16-cı son 5-ci dəqiqədə vurulan ikinci qolun vaxtı. Hamısı 20 dəqiqə itilmədi. Yəni bir çox komandalar, mən hətta deyərdim çox komandalar 16-cı dəqiqədə 2-0 geridə olanda ya açılıb qol vurmaq üçün tam boşluqlar yaradırlar və çox buraxırlar, ya da sınırlar və ondan çox qol buraxırlar. Qarabağ mərd davrandı. Düzdür ki, hiss elədinsə, ikinci taymda Benfica sanki artıq yara bilmirdi müdafiəni, yəni hücum qura bilmirdi. Artıq nə deyəcəklər, unblock eləmişdi də orta xətti. Amma bir şey yarada bilmirdi. Konkret olaraq təhlükəli epizodlar olsun, yox idi. 1-2 kontra-ataka. 1-2 də oldu, bir dəfə çıxdı, yandan vurdu. Sağ cinahdan gəlib. Sağ cinahdan. Deyəsən Rios vurdu, kim vurdu? Mən dedim qol olar, qol olmadı. Amma ümumi götürəndə həmin qələbəni deyə bilərik ki, Qurban Qurbanovun belə deyim, dəsti xətti var idi. Çünki fikir versən, konkret olaraq belə deyək də, açıq qapı deyildi də müdafiə. Deyək ki, yəni, sağdan, soldan, hardan gəldi vursun. Yox, elə bir şey yox idi. Yəni, bağlayırlar, boş zona vermirdilər. Plus da ki, o diagonal ötürmələr də işlədi. İşlədi. Hətta diagonal ötürmələr, pressinglər işlədi. Qarabağ güclü pressing edirdi. Cinahlar yaxşı işlədi. Borali öz sözündüdür. Yəni, heç gözləməzdim ki, belə yaxşı oyunçu olar. Plus Andrade də yaxşı oynadı. Yəni Benfica öz qarşısında sanki Yankovic komandanın lider olduğunu göstərdi. Yəni hiss olunmurdu ki, ortada 300 milyonluq fərq vardı, bilmirsən. Yox idi elə bir şey. Hə. Yenə də görək necə davam edəcək, amma bu tarixi qələbədir. Yəni Qarabağın ardı gəlsin. Hə. Davamı gəlsin. Vizit kartıdır bu. Yəni hardasa bir 10 ildə yox, 20 ildə keçsə bu qələbəni biz yadımıza saxlayacağıq. Hə, indi görək növbəti oyun Tofiq Bəhramovda olacaq. Kopenhagenə qarşı. Kopenhagendən, amma bir şey var ki, Yankovic zədələnib oynamayacaq. İndi bilmirəm, Yankovici əvəz eləyən kimsə olacaq, yoxsa yox. Adday da var, Adday bilmirəm indi onu necə olacaq, necə olacaq bilinmir. Görək də yəni Duran da biz bilmirdik, üzümdə necə olacaq. Elə də qəşəng oldu. Baxaq görək Qurban müəllim. Bir şey fikirləşər. Bir şey fikirləşəndə düşünər. Kopenhagendən düzdür. Biz evdə oynayırıq. Amma yenə kommentlərdə istəyirlər serisindən mən sürpriz gözləyirəm Kopenhagenə. Niyə görə? Kopenhagen ötən ildəki kimi, mövsümdəki kimi bu mövsümdə ötən mövsüm yoxsa ondan əvvəlki mövsüm Tuchel'in komandası deyəsən başa-baş vuruşmuşdu Bavariya ilə. Underdog kimi baxıram Kopenhagenə. Nə üçün? Kopenhagen yaxşı komanda. Sürətli komandadır. Bir balaca baxdım Leverkusenin oyuna. Hə, şeydə Leverkusenin oyunda bax mövsümün əvvəlində Ten Hag'ı gətirmişdi Leverkusen və nəsə bunların planları düz gəlmədi. Onu ictimaiyyətə çox açıqlamadılar. Sadəcə dedilər ki, bizim məşqdə gözləntilərimiz başqa idi planlarda. Gördük ki, Ten Hag o üzrə getmir, ayrıldıq. Sözümün canı nədir? Ten Hag gedəndən sonra yeni məşqçi gətirdi Leverkusen və Kopenhagen o momenti tutdu. Yəni hal-hazırda bir boşluq var. Bu məşqçinin, bu komandanın bir-birinə uyuşmasına hələ bir 1-2 həftə vaxt gedəcək. Bu birinci həftədir, birinci turdur. Ya basaq maksimum qaza və Leverkusendən başa-baş oynadılar. Az qala udurdular. Son dəqiqələrdə. Yəni 90 plusda gol vurdular. Mən Xabi Alonso'luq deyil. Nəsə bu başqa bir şeydir. Yəni Leverkusendə bu nəsə eləyiblər. Nəsə eləyiblər Leverkusen. Cheat kod qoşublar 100%. Format yapıyor. Görə, yəni Kopenhagendən çətin olacaq. Yankovicin olmaması bilmirəm indi nə qədər təsir eləyər oyuna. Amma mübarizə mütləq olmalıdır. Ya mən gözləyirəm bəlkə də 1-1 olsun, ya çox da qol gözləmirəm, qollu oyun gözləmirəm. Ya 0-0 olar, ya da 1-1 olar. Mən gözləyirəm ki, Qarabağ Kopenhagenə qalib gələr. Sadəcə Kopenhagenə qarşı yəni Benfica'dan daha ehtiyatlı olmağı düşünürəm də. Yəni Benfica bizə artıq başa düşür ki, güclüdür. Sən bütün potensialını ortaya qoyursan. Kopenhagendən o qədər güc gözləmədiyin halda Kopenhagen hiləgər oynaya bilər. Ona görə sadəcə evdə oynayır. Hətta bütün mövsüm başlamamışdan qabaq bütün qrupa baxanda düşünürdüm ki, elə xal ala biləcəyimiz komanda, real xal ala biləcəyimiz komanda Kopenhagen. Əslində bu
Bakıdakı oyun çox maraqlı olacaq, çünki açıq oyun olacaq. Kopenhagendə qələbə qazanmaq Kopenhagenin də xal ala biləcək Kopenhagendə komandalardan baxır siyahıya, baxır kim uda bilər. Görür ki, Qarabağ var. Mütləq bu Qarabağdan xal almalıyam. Qarabağda baxır ki, məndə kim var? Kopenhagen. Kopenhageni mütləq udmalıyam. Bilin necə? Hamı özünə bir-birinə yəni orta zəif güclü komandaların, yəni zəif deməklə üç xal kimi baxırdı. Bir şey udmalıyam o komanda. Orta zəif güclü komandaların qarşılarına qoyduğu bir hədəflər var ki, mən minimum hədəflər, mən kimdən xal qoparda bilərəm, onlar nişanlayırlar. Yəni çox maraqlı oyun olur. Yəni qələbə də ola bilər, amma düşünürəm ki 1-1 ya da 0-0 olsun. Mən belə fikirləşirəm. Yəni çox qol görmürəm bu oyunda. Çox qol görmürsən. İstər-istəməz necə deyirlər, biraz müdafiə meylli oyunda ola bilər. Hə. Baxaq görək də, yəni Yankoviç Qarabağın belə deyək, o prosessorudur da, əsasıdır. Mən sənin proqnozunun əksinə demək istəyirəm. 3-0. Axın. evi qoyun. Sonra ikisi də qalın. Qarabağın qələbəsinə. Tamam, sən dedin neçə? Mən deyim Qarabağın qələbəsi 3-0. Mən biraz ehtiyatlı davranıram. 1-1 deyirəm. Tamam. 1-1 olsun, amma məğlubiyyət olmasın da. Heç olmaz, mən səhv olum, sən düz ol, 3-0 olsun, baxaq. İşte tam proqnozlar eləməmiş, biz indi proqnoz artıq veririk. Proqnozlar eləməmiş, keçək o biri oyunların biraz şərhinə. Turun maraqlı oyunlarından biri. Turun ən maraqlı oyunlarından biri Bavariya-Chelsea. Bavariya-Chelsea, mən düzün desəm, Chelsea-dən bu qədər zəif oyun gözləmirdim. Gözlədim ki, mübarizə olacaq. Dünya çempionluğuna. Başa-baş oyun gedəcək, amma biz nə gördük? Chelsea topsuz qaldı. Bunu sən necə düşünürsən? Bu Chelsea-nin zəifliyi demir. Çünki yəni düzdür, bir balaca boşluğu var Chelsea-də, bunu qeyd etmək lazımdır. Manchesterə qarşı da ölkə çempionatında zəif oynamışdı Bavariyadan öncə. Manchester bax orada bütün meydan boyu dominasiya edirdi. Bu Chelsea-nin mi zəifliyi idi, yoxsa Chelsea-nin bu dəqiqə boşluğundan istifadə edən kompaninin dahili idi? Mən düşünürəm ki, Bavariya heyət baxımından, həm oyun keyfiyyəti baxımından Chelsea-dən daha yaxşıdır. Belə götürək, Chelsea-də Kane kimi qol vuran 9 nömrə var. Joao Pedro qol vurandır. Yox, mən onda elə bir şey görmürəm. Chelsea-də Michael'dır indi. Olise var, yoxdur. Luis Diaz var, yoxdur. Yaxşı. Adını çəkdiyin oyunculardan artıq ikisinə mövsümün ortasında elçilər düşürlər. Yəni Barcelona artıq Kane'i hədəfləyib, düzdür, inanmıram Bavariya versin. Liverpool Oliseni hədəfləyib, onu inanmıram versin. Sağ olsun. Konrad Laimer. Konrad Laimer mənə görə hal-hazırda super universal ən yaxşı sağ cinah müdafiəçisidir. Çünki bu universaldır. Yəni hücumda olanda bu winger kimi olur. Hücumda olanda hətta central attacking, yəni mərkəzi hücuma meyilli müdafiəçi kimi oynaya bilir. Yarım flank bilir. deyirlər ona, yarım flank. Yəni CIM mən bilirdim də, yəni central attacking midfielder. Həm yarım müdafiəçi kimi oynayır. Sən fikir vermisənsə Kimmihlə Laimer bir-birlərinə çox yaxın oynayırlar. Görmüsən? Mən bunu hiss eləmişəm, oyuna baxıram. Laimer sağda, solda Kimmih, qabaqda da biraz Olise. Olise açılır 11 nömrə kimi olur, winger kimi yox. 11 nömrə kimi. Laimer keçir olur winger. Və çox zaman da Kane sol tərəfdə winger kimi və Luis Diaz'la növbələşirlər. Soldan sağ ayağı ilə qaldırır. Plus da ki oyun baxımından yəni Bavariya bilikli komandadır. Chelsea hələ hazır deyil o böyük oyun görsün. Yəni həm oyun keyfiyyətinə görə, həm oyuncuların klassına görə Bavariya daha yaxşıdır. Və necə deyirlər, öz sözünü dedi bu. Amma Chelsea-də əllərini tam yana salmamışdı. Nəsə çalışır da eləmək, amma top düşmür. Yəni Enzo Fernandesi tərifləyirlər, yaxşı oyuncudur, amma biz görmədik. Caicedo'dur, yaxşıdır, Cole Palmer gəldi, qol vurdu ki, amma bilirsən necə bu bir moment oldu, boşluq yarandı, ondan istifadə edib vurdular. Ya Cole Palmer'in məsələn tam boşluq demədim, Cole Palmer o boşluğu yaratdı biraz hücumda, yəni qaçaraq, həm müdafiəçiləri biraz çaşdıraraq. Amma sanki ideyasız oyun idi deyə. Yəni o fərdi qol oldu da. Bu komandanın idealı qolu olmadı, düzdür, fərdi qol oldu. Bir balaca boşluğu var Chelsea-nin. Yəni belə götürəndə, yəni Chelsea-nin formalaşması üçün hələ bir 2 il var. İndi bilmirəm Enzo Fernandes, Enzo Maresca Chelsea-lik məşqçisidir yoxsa yox, amma son zamanlar Manchester oyundan sonra
Enzo Marescanı çox tənqid edirlər. Deyirlər ki, yəni Enzo Maresca Mediada çox tənqid edirdi, azarkeşlər çox tənqid çünki edirlər. Manchesterin oyununa qırmızı vərəq alandan sonra Sanchez qapıçı yəni biraz səhv qərarlar verdi. Yəni Cole Palmer'i çıxartdı, onu çıxartdı, bunu çıxartdı. Kimlə oynayacaqsan? Yaxşı. Yəni sən udzursan, plus da ki hücuma meylli oyunçuları çıxardırsan, yəni 1-0 oynayırsan, yoxsa nə? Bilmirəm, indi Enzo Marescanı saxlayacaqlar, yoxsa saxlamayacaqlar. İndi Benfica'nın oyunu var Çempionlar Liqasında. İndi uduzsalar ona, mən düşünürəm ki, çıxardacaqlar onu. Mən belə baxıram ki, yəni Uzun çəkməz onun hə. Çünki postu, hə? Amerikalı da iş adamıdır, Todd Boyle. O məncə saxlamayacaq. Amma yenə də görək də, yəni heç olmasa bir sezon da vaxt vermək lazımdır Marescaya ki, göstərsin ki, nə yarada bilirsən də, yəni yığdıq bu qədər oyunçunu komandaya. Hə, yallah, gəl göstər nə edirsən. Görək nə edirsən də bu heyətlə. Amma belə götürəndə, yəni deyək ki, misal üçün Chelsea nəsə göstərdi. Yəni Bavariya tam layiqli qələbə qazandı. Hə, görək nə olur. Amma Bavariya bu illər çox yaxşı başlayıb. Yəni, sezona yaxşı başlayıb. Keçək Eintracht Galatasaray. Eintracht Galatasaray. Niyə almışdın Saneni? Mən yadımda bu Sane nəyə lazımdır? Mən keçən dəfə də danışdı. Nə edirsən? Yazmışdılar, sən güya bilmirsən nəyə görə aldı. Yazmışdılar ki, nə bilim. Çempionlar Liqasında qalib gəlmək üçün. Tapın, nə bilim nə. Çempionlar Liqası, hə, biz də bilirik. Saneni alıblar ki, Çempionlar Liqasında yaxşı nəticə göstərsinlər. Yaxşı nəticə göstərdilər səncə? Yox. Yox, yəni, o nəsə. 5-1 oldu. Yəni deyirdim ki, məsəl üçün bax, bayaqdan Sane bax budur. Yəni hə, Bavariyada bir azarkeşlər, Bavariyaçıkeşlər yəqin ki, görüblər, bundan çəkiblər artıq. Sane budur. Bayaq Ulisiyədən danışdıq və ötən buraxılışlarda da sən onu qeyd eləmişdin ki, bir scouting eləmək olar və gənc tapmaq olar. Məsələn, Sane düzdür, free agent kimi keçdi, amma ondan gənc və daha istəkli və daha potensiallı bir oyuncu tapmaq olar. Hansı ki, boşluqlar yaratmayacaq, çılğın olacaq, keçidlər eləyəcək, işinə yarayacaq. Galatasarayın problemi ondadır ki, Galatasaray həmişə gedir adların arxasınca. Gündoğan gətirək onu, nə bilim, Sane onu gətirək. Yığıblar heyətə. Sane, Osimhen, Gündoğan, Torreira, Osimhen yaxşı transferdir, nə bilim, Torreira. Yığıblar, doldurublar nə qədər nə deyirlər, legionerləri bir şey yarada bilmir. Yəni oyun deyilən şey yox idi. Yəni Okan Buruk'un oynatdığı futbol deyil, yəni oyun deyil, futbol deyil, zibildir. Yəni futbol oynamazlar. Yəni sən 1-0 udursan, oturmuşsan müdafiə, nə müdafiə oluna bilirsən, nə əks hücum qura bilirsən, nə dominasiya edirsən, daha nə oynayırsan? Budur oyun. Yəni Galatasarayın problemi Okan Buruk'dur. Yəni belə heyət yığmısansa, gedin bir dənə yaxşı məşqçi gətirin, futbol oynasın. Kim məsləhət verdin Galatasaraya? Mən Xavi Hernandez, nə bilim, Eden Terzic, o qədər məşqçilər var ki, Spalletti. Xavi Hernandez gəlsin, işləsin, çox da yaxşı oynayır o heyət. Yəni Okan Buruk'un futbolu yoxdur axı. 1-0, 2-1, 1-0, 2-1 udurlar da. Alanya Sporu 1-0 udurlar, güc bala ilə. O heyətlə sən 1-0 udmalı deyildin Alanya. Sən bu qədər heyət yığmısan, gəlmişsən Frankfurtda 5-1 uduzub gedirsən. Sən dediysən ki, gələn oyunda Qarabağ bizim qisasımızı alsın. Qarabağ öz oyunu üçün oynayır. Yox, mən başa düşürəm də, yəni danışırlar bir söz. Saneni almış Avropa nə edəcəksən bu heyət, nə işlə? Oyun deyilən şey yoxdur. Oyun keyfiyyəti yoxdursa, yəni o ad məsələsi deyil də bu. Yəni oyun olmalıdır. Galatasaray ona görə də Saneni almaq lazım deyildi. Yəni bu səhv qərar. Alınmadı da pulsuz oldu. Yəni almaq üçün orada şey var axı, yəni kontrakt imzası var axı. Onun pulunu verib. Hə, maaş versən də vacib versən. Yəni imza atmaq pulu 10 milyon, ildə də nə qədər verirlər? 15 milyon nə qədər verirlər? Ən azı Sanenin xərci gəlib çıxır arası 35 milyon. Yəni 35 milyona gedib 2 dənə yaxşı. İllik 8 milyonluq, 10 milyonluq oyuncu olmaq olardı. Yəni məvacibi 8 milyon olur. Hə. Nəyə lazım Sane? Düzdür, assist elədi. Nəyə lazım Sane? Bir dənə assist elədi. Assist eləyəndən sonra yoxa çıxdı. Yəni mən pasımı verdim, davasız oynayım. Mən yoxam. Bax belədir. Bu da sənin üçün top oyunçu. Gündoğan demək olar ki, hərəkət edə bilmirdi. Sürət yox, hər şey gecikir, yəni çox ləngiyirdi.
Yəni Okan Buruk, yəni Galatasaray nəsə istəyirsə inkişaf eləsin, Okan Buruku çıxardıb yerinə yaxşı məşqçi gətirməlidir. Başqa yol yoxdur. Ya dəyişiklik eləməlidir, ya dəyişdirilməlidir. Başqa yol yoxdur. Nə demək olar? Tamam. Real Marseille. Amma bu çox maraqlı Realın oyundur. qələbəsi. Çox maraqlı oyundur. De Zerbi, mən deyərdim ki, son dövrlərin ən yaxşı məşqçilərindən biridir. Marseille-lə o cür oyun oynadı. Yəni Real o heyətlə belə deyim də tam da olaraq şey eləyə bilmirdi də, necə deyim. 2 dənə qol vurdular, ikisi də penaldan oldu. Və oyunda qırılma nöqtəsi də elə penaldan oldu. Qırılma indi yəqin ki, bunu ancaq Real fanatları deyər ki, bu doğrudan da penal idi, amma mən düşünürəm ki, əgər elə şeyə görə penal verirlərsə, birinci hissədə Militao'nun da qoluna dəydi. Yəni hətta Militao top qapıya gedir, qolu ilə belə hərəkət elədi. Yəni topu konkret olaraq saxladı. Nə vara baxıldı, nə oyun heç nə olmadı. Oyun davam elədi. Amma burada bir dənə top əlinə sürtdü, penalti verdi. Orada bilirsən, elə bir penaltidə belə bir qaydalar da var. Əgər sənin əlin korpusunun qarşısındadırsa və top sənin əlinə dəyirsə, başa düşürəm, bu birbaşa bilərəkdən olmamalıdır bu hərəkət, amma yenə də burada nə nəzərə alınır? Sənin əlin olmasaydı sənin korpusuna dəyəcəkdi də. Ona görə penalti olmur. Məsələn, amma burada belə qola deyil. hərəkətdə. Yox, bədənə getmir top. Qol belə idi, top gəldi dirsəyin lap qırağına, özü hərəkət də elədi. Hərəkət çölə idi, içəri idi. Top belə gedir, arxada qapıdır da. Top qapıya gedir, bu belə dəydi. Elə görə penaltidir də, təmizdir. Çünki qolu ilə saxlayıb. Top saxlayıbsa penaltidir. Amma orada əlinə sürtüb. Nə bilim, yəni elə də yüksək səviyyəli bir oyun olmadı Real tərəfindən, mən deyərdim. Düzdür, 10 nəfərlə oynayırdılar. Amma belə Marseille üstünlük gəlməli idilər də. Yəni oyun keyfiyyəti ilə, kalitəsi ilə belə deyək də, nə deyirlər. Amma digər tərəfdən, bax bayaqdan da De Zerbini də tərəfləyirsən. De Zerbinin Marseille-ə qarşı, yəni 2-1-də qalib gələ bildilərsə, mən hardasa düşünürəm ki, biz deyirdik ki, Real hələ biraz bişməlidir, yetişməlidir. Belə bir bişir. Yetişir elə bir biraz. İndi şey almaq istəyirlər, nədir? McAllister'i almaq istəyirlər, ya Gravenberg almaq istəyirlər. Real almaq istəyir Gravenberg. Ya Gravenberg ya da McAllister'i. Çünki Liverpool'da yer tapa bilmədi Gravenberg, gedir artıq. Yo, oyuna düşür. İndi McAllister zədələnib oynayır. Amma bilmirəm, indi McAllister zədələnib baxın. Bu biraz belə mövzularda Valverde biraz ilə bilmirəm də əsl belə 8 nömrə yoxdur da. Yəni Valverde o 8 nömrəli potensial yoxdur. Tchouaméni daha çox 6 nömrə kimi oynayır. Sonra nədir? Kamavinga da kimi bilmirəm. Kamavinga necə? Mastantuono o qədər də hazır deyil. Yəni belə şeylər də var. baxaq görək Alonso nə edəcək. Növbəti maraqlı oyun, belə çox qollu oyun, Juve Dortmund. Özdə Dortmund sən proqnoz verdiyin kimi düz gəlirdi, 2 qalib dəqiqə gəlirdi. qalmışdı. Yəni Eyüp Dortmund mənə yüksək Heyf, gəldi. Dortmund azı işləyirdin orada. Yəni mən istəyirəm Dortmundsun. Rəylərdə tənqid eləyir Nəşad. Juventus'un yəni oyunu mənə elə də çatmır da. Yəni bu doğru bilmirəm, çox tərifləyirlər. Amma belə yüksək səviyyəli oyun yoxdur. Yenə də elə 2-1, 2-1, 2-1, 2-1. Yəni düz deyək, axırıncı oyunlarda 4 dənə qol vururlar. 4 dənə Interə vurdular. 4 dənə deməli Dortmunda vurdular, amma oyunu uduza bilərdilər. Juventus sürpriz komanda ola bilər hardasa. Yəni belə Juventusda o belə şey var axı, o nə deyirlər ona? Təəccübləndirmək, comeback eləmək. Adi səbəbə sürpriz komanda kimi nəsə eləyir. Elə olsa yaxşıdır. Əslində mən deyirəm ki, Çempionlar Liqasında performansı məhz elə göstərməlisən. Sənin birinci oyunlardan elə 4-0, 3-0 hamını ud. Sonra gəl məsələn nokaut mərhələsində uduz. Ondan sonra necə ki Chelsea bax klublararası dünya çempionatında xımıl-xımıl yavaş-yavaş hamını uda gəldi. Sonda qalib gələsən, heç kəsə də belə tam potensialı göstərmədi. Düzdür. Yəni Juventusu mən gözləmirəm Çempionlar Liqasında udsun, amma ən azı heç olmasa düşünürəm ki, play-off görməlidir bu komanda. Yəni heyət yığılıb play-off üçün. Yəni bu komanda ən azı 8-də 1-də olacaq. 8-də 1 olacağını artıq 8-də 1 4-də 1-ə gələ bilər.
Juventusda o şey var, o nə deyirlər ona, tarixində o əzmkarlıq deyilən bir şey var. Baxaq da, yəni mən maraqlıdır mənə Juventusun inkişafı, çünki bu Cristiano Ronaldo gedəndən sonra Juventus çox aşağı düşdü. İndi bir düşüş olmuşdu Juventusda. İndi yavaş-yavaş qalxır. İrəliləyir. Məncə yenidən qalxacaq öz yerinə, yığacaqlar, yəni inkişaf elətdirəcəklər o komanda. Və keçək Liverpool Atletico Madrid oyunu. Mən gözləmirdim düzüm 3-2 olsun. Mən də Atletico Madriddən, əslində Atletico Madrid səfərdə düzdür, qol vurur. Yəni evdə oynayırsa tam müdafiədə oynayır. Keçən dəfə bir Atletico Madrid azarkeşidə xoşuna gəlməmişdi bildirdiyim ifadə, amma bu belədir də. Atletico Madrid müdafiəyə hesabı qorumağa çox oynayır. Səfərdə olursa, bax, qol vurur. Atletico'nun o yadındasa mən demişdim ha, Anfield'da yaxşı oynayır. Bu dəfə də yaxşı oynayır, bu dəfə qələbə qazanamadı. Klas öz sözündədir. 90 dəqiqə yaxşı oynamışdı son dəqiqələrdə. Belə bir fikri var, bilmirsən, güclü komanda o komandadır ki, zəif oynayanda da odur, udmağa bacarır. Bax, Liverpool zəif oynadı, amma yenə də uddu. Yəni yaxşı formada olmayanda da bir balaca necə deyirlər, necə deyirlər, nöqtəni basa bilir. Zəif formasında da elə qələbə əldə edir. Zəif formasında da dominasiya edir. Mən bu illər gözləyirəm ki, Liverpool treble eləsin. Niyə görə? Manchester United treble eləyib, tarixində var. Manchester City'nin treble var. Bavariyanın 2 dəfə treble var. Qonşuda var, məndə niyə yox da Liverpool? Treble yoxdur Liverpoolun tarixində. Amma mən düşünürəm ki, bu illəri ən yaxşı andır ki, treble eləsin. Yəni Liverpool üçün bundan yaxşı şans var. Yaxşı şansdır, düzdür. Çox güclüdür. Çox keyfiyyətli oyunu var. Yəni bu cür şans bir də ələ düşməyəcək. Bir nəzərə alın ki, treble eləmək üçün ölkə çempionatını qazanmaq lazımdır. Ölkədə də qırğın gedir. Arsenal da qazanmaq istəyir. Amorim də təzə bir şey göstərmək istəyir Manchesterlə. Pep Chelsea var, yəni Arsenal. Düşüşdən sonra qalxmaq istəyir. Yəni çox güclü rəqabət Premier Liqada. Amma mən gözləyirəm ki, treble eləsin Liverpool. Çünki belə heyətdən treble eləmək lazımdır. Yəni bir də sənə əlimə belə bir şans, tarixi şans düşməyəcək. Yəni nə bilim, nə vaxt eləyə bilər bundan sonra. Yəni bu il eləməsə, nə vaxt eləyəcək? Bir dənə söz var, əgər mən deyiləmsə, kim ola bilər? Və Liverpool da indi özünə deməli, əgər mən bunu eləyə bilməsəmsə, kim eləyə biləcək? Yəni bunu ancaq mən eləyə bilərəm. Görək də mən gözləyirəm. Və sən? Yox, Liverpooldan Çempionlar Liqasında da güclü performans gözləyirəm. Treble eləyəcək demək, mən ayaqlarım dediyim kimi, ölkə çempionatını götürməlidir. O siyahıda var da. Ona görə bir balaca tərəddüd edirəm. Çempionlar Liqasında açıq favoritlərdən biri elə Liverpooldur. Bu danılmaz faktdır, hal-hazırki heyəti ilə, oyunu ilə. Amma ölkə çempionatında, məsəl üçün, uzun illərdir, son illərdir elə yaxşı oynayıb heç bir nəticə əldə eləməyən Arteta var. Qınayırlar, ondan da tələblər, gözləntilər böyükdür. Plus ötən mövsüm bir balaca boşluqları, yəni düşüşləri oldu City'nin, Pep'in özünün keçdiyi şəxsi çətin məqamlar və bu mövsüm Pep də özünü doğrultmaq istəyir. City də özünü doğrultmaq istəyir. Bunların qabağında bir də şey var da, Liverpool treble qazanmaq istəyir. Yəni sən qazanmaq istəyirsənsə Çempionlar Liqasını da götürməlisən. Ölkə çempionatında götürməlisən. Ölkə çempionatında artıq qırğın gedir. Kubokda götürməlisən. Orada da qırğın gedəcək. Baxaq, məncə hər şey ola bilər. Görək də, yəni Liverpool 20% şans verir Opta, bilmirəm. Elə indiyə qədər bu qədər şans verməmişdi. Çünki çox vaxt 16% verirdi, 15-16% verirdi. Bu dəfə 20% verir. Bir də o şanslara qış mövsümündə baxaq. Yəni qış mövsümündə fasilədə artıq mövsümün liqa fazasının yarım oyunlarını oynasınlar. Artıq nəticə kimdə nə var ortada da görsənir. Gəl bizim ənənəvi rubrikamız olan o proqnozlara keçməmişdən öncə studiyamızda da qoymuşuq elə Qızıl Top o mövzuya toxunaq. Qızıl Topun qalibi Osman Dembele oldu. 24-25 mövsümündə göstərdiyi performansa görə. Sən fikrini bildirərsən. Mən bir dənə şey qeyd edeyim. Yadıma bir şey düşür. Qızıl Top mükafatlandırılmasında bütün mövsüm Dembele kimi gözəl performans göstərmiş, gol, asist və o komandanın açar oyunlarında, vacib oyunlarda açar oyuncu kimi oynamış bir oyunculardan
Sneijder məsələn ala bilməmişdi vaxtında. Ha. Frank Ribery ala bilməmişdi vaxtında. Və uzun müddətdir ki, bu qızıl topu sadəcə mövsüm ərzində ən çox vurulan qollara və yaxud da ki, kimsə futbol ilahisidir, kiminsə gözündə belə deyirdilər, verirdilər. İndi Messi və Cristiano azarkeşləri bəyənməyə bilərlər bu ifadəni, amma mən düşünürəm ki, 12 il ərzində, birində 7 top, birində 5 il ərzində çoxlu sayda futbol istedadları uğurlandılar, talandılar. Onlar qızıl top ola bilərdi. Eybi yox, Messi'nin 2 top olardı, Ronaldo'nun 2 top olardı. Yəni hərəsində 3 top heç olmasa. Başqaları da o müddət ərzində ala bilərdi. 12 il ərzində ardıcıl. Layiq idi məncə. Neuer ala bilərdi. Məsələn, uzun müddət heç qapıçı ala bilmirdi. Yəni o 2014-cü ildə dünya çempionatında hətta xüsusilə qeyd edirlər Əlcəzairə qarşı oyunda Neuer bəlkə də qapıçının göstərə biləcəyi pik oyunu göstərmişdi. Bir qapıçının verə biləcəyi. Təmiz olaraq Frank Ribery almalı idi 2013-cü ildə. Sonra 2010-cu ili götürürsə Sneijder Inter üçün çox vacib oyunçu olmuşdu. Ribery barədə indi onu deyim, bilmirəm bu nə dərəcədə təsdiqlənmiş faktdır, bilmirəm. Amma belə bir o vaxt bir məlumat oxumuşdum. O vaxt Bavariyanın idman direktoru Matthias Zammer idi. Və ondan soruşmuşdular ki, bax Ribery 6 kubokun qazanmasında açar oyunçu oldu. Bu qədər asistlər, bu qədər qollar, qol sayında biraz geriləmişdi, amma oyununa görə layiq idi və mükafatı almadı. Sizcə gələn mövsüm nə etməlidir ki, mükafatı alsın? Matthias Zammer də zarafatına demişdi ki, bilmirəm, bəlkə də La Liqanı qazanmalıdır əlavə olaraq. Nə qədər təsdiq olunub bu məlumat bilmirəm. Bir şey də var ki, 2013-cü ildə Real La Liqanı udmamışdı. Nə La Liqa uddu, nə Çempionlar Liqası uddu, heç nə udmamışdı. Plus da ki, nəticələrdə də, yəni şəxsi nəticələrdə də yəni biraz çox vurmuşdu Messi'dən qol. Yəni sadəcə olaraq Cristiano Ronaldo çox populyar idi və deyirlər ki, yox, Cristiano Ronaldo olmalıdır. Ribery kimdir, yəni. Yanılmazdı ki, güclü oyunçudular, Ronaldo da, Messi də, amma belə deyək, qızıl top fasilə verilməli idi orada. Həmin illər çox şey idi, necə deyirlər. Amma indi biz çox danışdıq oradan. Dembele'dən danışsaq, Dembele məncə layiq idi. Dembele mən deyərdim ki, keçən sezon çox vacib qollar vurdu. Yəni Liverpool'la Anfield'da qolu vurdu, hesabı bərabərləşdirdi, oyunu apardı, ekstraya, sonra da penallaşmada utdular. Sonra Aston Villa ilə qol plus pas oldu. Arsenal'la oyunda Emirates'də qol vurdu. Yəni çox vacib qələbə idi o məncə. Yəni o oyunda utdular. Sonra ikinci oyunda da finalda da çox yaxşı performans göstərdi. Yəni PSG-nin treble eləməsində ən böyük pay sahibi Dembele idi. Yəni Lamine Yamal'dı, sonra Rafinha'dı. Onlar da yaxşı oynadılar, amma mən düşünürəm ki, az elədilər. Biraz az elədilər. Çünki Çempionlar Liqası finalına çıxamırlar. Yəni nə də olsa Inter uduzdular da. Yəni düzdür, hakim səhv oldu, nə bilim bir balaca çatışmadı, nəsə Inter çıxdı. Inter finala çıxdı və Interdə 5-0 uduzdu. Yəni nəticələrə görə məncə Dembele layiqdir. Amma bu illəri mən düşünürəm ki, Muhammed Salahın qızıl topu olmalıdır. Gözəl parlayır. Olmalıdır məncə. Görək, mən gözləyirəm ondan. Əvvəl-axır qazanmalıdır. Layiqdir. Salah layiqdir, həqiqətən də. Oyunu ilə çox layiqdir. Və keçək proqnozlarımıza. Keçək proqnozlara. Birinci oyun. Qarabağ Kopenhagen. Qarabağ Kopenhagen yenə buraxılışın əvvəldə dediyim kimi düşünürəm ki, Kopenhagen konkret bu mövsüm tək Qarabağa qarşı yox, underdogdur. Çox adama sürpriz eləyəcək. Hiləgər oyun olacaq. Qarabağın qələbəsini dizimə biraz şişirtdim. Sözümü üstə dururam. Atın, evi qoyun 3-0. Mən düşünürəm 1-1 olacaq ya da 0-0. 0-0. Yaxşı. Galatasaray Liverpool. Nə düşünürsən? Galatasaray Liverpooldan, yəni bəlkə Galatasaray Eintracht'a qarşı o cür oyun sərgiləməsəydi, minimal hesabla udursaydı, deyərdim ki, nəsə çatmadı, səy göstərdi, alınmadı, hesabı birinci açmışdı. Belə Eintracht'la oynayandan sonra, bu oyunu göstərəndən sonra Liverpoola qarşı Galatasaraydan mən yəni qələbə gözləmirəm. Qələbə ola bilməz. Mən düşünürəm ki, Ahləl ilə Ahləlas ola bilər. Mən düşünürəm ki, 3-0 olacaq Liverpool. Ya 3-0 ya da 4-1, nəsə ola belə. 4-1 Liverpool. Əgər sən deyən proqnoz olsa, bir qədər kiçik bir montaj da eləyərik. Hər buraxılan qolların üstünə. Sonra eləyər, ya problem deyil. Mən Türk azarkeşləri və Galatasarayın Azərbaycanlı azarkeşləri Okan Buruk'ta ancaq məğlubiyyət gözləyə bilərəm, başqa heç nə. Chelsea Benfica.
Chelsea Benfica. Bax düşünürəm ki, Chelsea heç olmasa Benfica qarşı özünü bayaqdan deyirik ki, toparlamalıdır da. Boşluqlar verib Manchesterə qarşı da, Bavariyaya qarşı da nəsə özünü tapa bilməmişdi. O deyir adam bir soyuq duş aldı hər iki komandadan. Manchesterdən də, Bavariyadan da. Benfica qarşı o oynamalıdır, qələbə qazanmalıdır. Plus Benfica da biraz baxma. Plus Jose Mourinho'nun birinci oyunu. Hə. O. Jose Mourinho'nun. Bax o momenti xatırladım. Jose Mourinho'nun birinci oyunu Benfica'da. Chelsea'yə qarşı. Chelsea sürpriz gözləyə bilər. Mən düşünürəm 1-1 ola bilər. Hə, 1-1 ola bilər. Heç ola bilər. Çünki Mourinho da birinci dəfədən elə qələbə qazanmaya da bilər, ola bilsin ki. Ya 1-1 ya da 2-2 qollu heçəsə görürəm. Məsələn, Mourinho birinci oynadı, biri başlayanda nəsə eləyir o yəni. Yaxşı, mən deyim 1-1 sən 2-2, hə. Hə. Sən deyirsən больше. Mən demirəm, больше. Barcelona PSG. Qırğın. Qırğın, amma bir şey də var ki, Rafinha zədələnib. 3 həftə. Duya da PSG-də zədəldi. Hə, Dembele də deyəsən. Maraqlı oyun olacaq. Mən düşünürəm ki, Barcelona yaxşı formadadadır indi. 2-1 qələbə Barcelona. Mən 1-0 ya 2-1 gözləyirdim. Barcelona minimal hesablı qələbəsini gözləyirəm. Çünki bax o zədəli heyətlə Flick dağıldı. Durub 5-0-lıq, 6-0-lıq gücdə tam əzmlə, necə əzm deməzdim, tam belə pressinglə oynayası deyil. Amma qələbə çıxacaq, qələbə 2-1 alacaq. 2-1 Barcelona. Keçdi Leverkusen PSV. Leverkusen, hə, Leverkusen PSV. Öz meydanında oynayır. Məncə Leverkusen 3-2 nəsə belə qol var. Səncə ki Leverkusen qalib gələcək? Hə. Mənə gəlir ki Leverkusen hələ də ayılmayacaq. Hə. Məşqçinin hələ də komandanın tutmasına ehtiyac var. PSV bundan istifadə edəcək. Necə ki Kopenhagen çalışdı, alınmadı. Bu dəfə PSV-də alınacaq. Amma Leverkusen də öz meydanında yaxşı oynayır. Mən ona görə deyirəm Leverkusenin qələbəsini. Leverkusen 3-2 ya 3-1 nəsə belə. Mən isə minimal hesab PSV. 4-2. Qollu oyun gözləyirəm. PSV də qol vuran komandadır. Belə proqnozlarımızı da verdik. Buraxılışımızda belə demək istədiyimiz, toxunmaq istədiyimiz mövzulara toxunduq. Hə. Siz də rəy bölməsində öz fikirlərinizi yazın. Hə, oyundan hansı nəticələr gözləyirsiniz? Kanala abunə olun. Bəli. Videoları bəyənin, paylaşın, öz favoritlərinizi əlavə eləyin. Futbola baxın və bizə də baxın. Çünki futbol çox maraqlı oyundur. Bizim də daha maraqlıdır. Bəli. Sağ olun, növbəti görüşlərdək. Hələlik.